Əhl-i Beyt əleyhimussalamın məqamına yetişmək mümkündürmü? Əhl-i əleyhissalamın məqamına o cürlə yetişmək mümkün deyil. Onlarla birgə olmaqlıq var ən ali məqamlarda. Amma onların öz şəfaətindəndir. Onların öz inayətindəndir. Onlar belə desək ev sahibləridir, behiş sahibləridir. Heç kəs onlarla müqayisə oluna bilməz. Onlar çünki bu aləmə kamal üçün gəlməyiblər. Dünya həyatında 14 məsumdan başqa hər kəs bu aləmə gəlibsə, dünya həyatında imtahanlar, bəlalar, müəyyən vəzifələrini yerinə yetirməklə kamal üçün gəliblər. Amma 14 məsum bu aləmə kamal üçün gəliblər. Onlar elə əvvəldən kamil olublar. Bunda heç bir iradə yoxdur, heç bir eybi yoxdur. Allah Teala öz əzəli elminlə bunları seçibdi. Allah Teala bilirdi ki, bunlar məsələn necə bəndə olacaqlar. Belə desək, əvvəldən bunları elə kamil qərar verir. İnsan zatən ehtiyacı var belə insanlara. Bir nümunə olaraq bu insanlara ehtiyacı var.